Sen şokolad yemisən? Yox, mən heç nə yeməmişəm. Niyə yalan danışırsan? Sənə deməmişəm ki, hər gün şokolad yemək olmaz. Qardaşın kimi kök olacaqsan sonra. Özdə sən bilmirsən ki, bugün bazar günüdür. Mənim qeyri-adi hissim oyanıb. 5 kilometrdən bütün iyləri hiss eləyirəm. Mama, şokoladı neyini? Boş ver. Baba deyir ki, pulu neyi hiss eləmək lazımdır. Çox bilmiş. Otur. Otur çay. Namidar. Ne dersen papağan balası? Namidar, Qardaşın bu nə? da ətirdir. Ne tür o? Lady Charm nömrə 5. Bizim pulumuz yoxdur ki, sən bu ətri mənim üçün alasan. Deməli, başqa adamdan gəlir bu ətrin iyi. Səndən niyə gəlir bu iyi? Məndən gəlir ki, nətər gəlir? Zadın qabağından keçirdim metronun, sahil metrosunun. Gördüm orada qızlar əlində şpirislə belənsi vururlar. Gələni gedənə duxun da o içində qalanı. Dedim mənə vurmun, vurmun. Mən dedim evli adamam. Evdə problem olacaq, gələ problem oldu. Sən duxun 1 kilometrdən hiss eləyirsən, mən 10 kilometrdən problemi hiss eləyirəm. Gördün? Namidar. Bu nə tüktür? Sarı tük. Kartuş nədir? Bu tük də dükandakı qızın tüküdür. Hə? Yox, yox. Sən görsən, mənə diqqətdən qulaq asmırsan. Mən sahil metronun qabağından nə üçün keçirəm? Keçirəm ki, metroya minim öyə gəlim də, gəlim balalarımı görüm, gəlim sevimli həyat yoldaşımı görüm də. Dedim, probkadır, 6-da bütün Bakı çıxır işdən. O görə dedim ki, metro ilə gələcəm. Metro da belə də, bir vaqon gəldi, pres, oy buraxdım. İkinci vaqon gəldi, üzbəüz girənmədim. Belə daldalı girdim, əlimlə qapıları bağladım. İndi dalım dolu da adamlarla. Ola bilər kimsə sıxılıb, saç da tökülə bilər. Mən vəsat deyənmərəm axı mən. Yaxşı, bu tükün sahibəsi cavan idi, yoxsa qoca idi? Mən o yalan deyərəm, o dal tərəfdə idi. Beləncə sürtünürdü başı və bilmirəm nə tər olub. Xəbərim yoxdur ondan. Amma bir də onu bilirəm ki, sən mənim bu qara saçımı ağartmasan əl çəkməyəsən. Yeməyim varsa veriyim, yoxdur, gedim belənçi yatım. Varımdır? Ya, var, otur. Görsən. Hələ bu yetimcə Sofiya dedim ki, əçil vurur, mənə qucaqlama. Problem olur. Tədi, az qala ilişmişdin, ha? İlişmişdim, nədir az? İlişmişəm, süzülə gedirəm, tutmamıza nələ. Eşidirəm, buradayam, burada. O, bu tək iyi bilmirsən, ha sən. Sən qulaqlar da elə bil lakatırdı. Elə bil hehem də, arvad hehem. Ata, heyim nədir? Hehem də qızım. Hava hücumundan müdafiə sistemləri, zenit raket kompleksləri, belə olur, bu boyda olur, belə. Kızım, bir de başın sende var, bir de başın oyna o, Bir defa Hollywood'da, bir defa Hollywood'da. Ha bu Aynur'un yanındaki kim? Bilmədim, amma bir dənə bahalı maşınla gəldi. Düşək kimi ha, bir dənə onluq verdi mənə. Özə deyəsən, bunların arasında sevgi məsələsi var. Necə sevgi məsələsi, sevgi nədir, nə danışsana sən? Sən nə danışsana, sevgisi nədir? Hep bir dənə düyandığını tam axır elə bir dəqiqə görüm. Sən üstün mənə dedi ki, Aynur xanım ağabey. Mən də dedim, Aynur bacımızı deyirsən? Dedi, hə, Aynur sizin bacınızdır. Bilirsən də bacı sözün kimlər işlədir. Bilirsən. Amma arxasıyla baxdım, deyərsən, Aynur da onu sevir. Nə danışsın? Belə hiss elə. Şimdi bax gör. Bax gör mən neyini. Get. Qorxma, buradayım, get. Bir də mən Deyəm. Qoy o şey deyim, o kişilik proqramı düzəldim səndə. Deyəm, qulağını əyilib. Get. Xaloğlu. Bir dəqiqə olarsan.
bağışlayın ha. Ne baş verir burada? Gündüz, bir dəqiqə sakit ol. Ha, ben sakitəm. Ben sakitəm. Ben sana ürəyimi vermiştim, sevmiştim. Ama çok üzr istəyirəm. Bunun nesli, Ay kişi, nə gizləyirsən? yok, bunun nesli mənim nəslimdən zəngindir deyə ürəyi ona vermişsən, ha? Ay, nə gizləyirsən? Aynur mənim xalam qızıdır. Ya. Xala, oğlum, nə edirsən? Ama xala qızı, görsən nə deyir? Aslan, qardaş, sən hissəni beləməklə. Dünəmizin adamlar orada axmağım biridir. Sən get, mən özüm bunun başa salacağım, axmağım biridir. Gəl gedək. Ne oldu Esra? Esra ne oldu? Halal olsun sana. Kızın halası oğlunun qabağını kesip ona sevgi etiraf eləmək hər oğul işidir. Ne halal olsa, ne halal olsa, zibilə salmışdın məni. Çox istəyirəm sənin. Ayıp, ya leşli söhbəti işlətmə ayıptır. Senin biraz eğilip ama her şey yaxşı olacaq. Gel gedək. Ama diyan kişilik modulunu söndürüm. Çünkü evlənəndə sənə lazım olacaq. Get, heç getdilər. Bir defa Hollywood'da, bir defa Hollywood'da. Sen söndür. Yok sen kapat. Kapat da benim ürəyim gelmiyor saat boy vermeye. Ben keçen həkim eləyim, qoyaq qalsın belə eləncə yatım qalım mən. Ha? O da kondur çok gedir. Nə qalmış, sənlə danışanda tobu 17 yaşındakı uşaq kimi olan nə mənə. Elə biləm inussa hazırlaşım, elə bir heyecan gəlir mən. Təkəm, topu təkəm. Sizəcəm fırladım görüntüyə. Yaxşı, mən hardan denən. Yatıb ki o. Kendini hazırlaşmışam. Dedim o ışığı söndürmeden hemen karanlıkta korkuram, yatamıram. Yata bilmirsən. Ben mıyla eləyirəm özümü karanlığı. Başım. Sen başın xarabdır. Oynandı. Sen başın xarabdır, sen eləncə fırlanırsan. Sen 40 yaşın var, o 30 yaşında zadında eləyirlər, onda bədən tab gətirir. Sen 40'ı vurub keçmişsən, bu boyda bədəni hərrəmək zülümdə elə şey eləməzlər axı. Ha, oynandı. Təcil yardım çağır. Yo, Vəziyyət düşdü. Yo, çağırmıyorum. Mən təcil yardım nədir? Hər dəfə mən təcil yardım çağırıram, bu boyda resept yazır, gedirəm mən 50 manat, 100 manat dərmanlara pul verirəm. Ben bilmirsən, enerji başı fırladanda təcilin düşəcək. Nar yeməcə bərabərdir o. Olmaz eləncə. Oynandı. Axı orada deyirdi ki, başı belə soldan sağa eləyəndə. Ne bileyim, dedim ki, yorğunsan da işten gəlirsən. Eğlence olsun da sənə. Ona göre. Beləncə əyləncə olar, bu naqruskadır. Ay başım. Bax, səninki bu da, başı bağla, üzüyü çörüvəni yatır. Sağlam elə, mən yıxılım, yatım, mən sabah tezdən işdə olmalıyam. Gecə sakidə mənə verdiyi hoqqaya bax. Mən o yaşımdır. Yaxşı da Namir. Acıb ya. Baxışda da yaxşı. Baxışda. Hər cürə avaraz. Sən o TikToku alacam, topa siləcəm sənin o TikToku. Sən bir də əlində telefonu görsəm, bura bax. Mən bilirəm də, sən qoşulursan orada giz adamlarla oyun oynayırsan. Yox, mən bilirəm. Oynamıram. Oynamır, nə qarırsan? Sən indi sabah qaydaşsan onlara mənə gül atın ha. Mən evimdən, mən ekranımı tıkılın sözü eşitsəm, səninlə mən qutardım. Yo, canını açmıram Namdar. Olmaz eləncə. Onların hamısını təzə buraxıblar. Onların oturursan onların zatlarına baxırsan, videolarına baxırsan. Mən orada bir də salamat adam görməmişəm sən. İndi sən oradan öyrəndiyin budur. Yıxıl yat. Yıxıl yat. Kitab yaz, o səssiz kitabı yaz, oğa qulaq as. Bilmirsən arvadın dərdini çəkəsən, bilmirsən uşağının dərdini çəkəsən, bilmirsən
işçisinin dərdini çəkəsən. Necə qalmışam ortalıqda mən ya, bana. Başım niye keçənləndi? Yatmışdı soldan sağa fırladı başımı. Mən sağdan sol elədim. Bir də bu sağ solu öyrənsəydim mən. Of başım. Dilinin altında danışma orada. Bir defa Hollywood'da, bir defa Hollywood'da. İşte bu. Yetərsən. Yaxşıyam, nə olub? Heç zad yatanmadım, gördüm yatanmıram. Darıxdım, gəldim, özüm gəldim. Bir də mahnı qoysam, başı 3 dəfə belə sağdan sol eləyə bilərsən. Niyə? Namidər, indi danışmamışdıq səndən. Billəmi danışdıq, yatanmadım, ürəyim sıxıldı, çıxdım evdən də. Görsən, elə belənçə tulladım özüm maşına gəldim də. Gördüm. Dünyəvi eksperiment edirəm. Mahnı qoysam eləyə bilirsən onu. Mən vacib deyil bu. Hə? Qoy. Cəmiyə. Reklam qutarsın, gəlir. Mən deyim. Üstad olmadı. Yo, nə olmalıydı ki? Sən də yaşın neçədir? 29. 29 deyirəm də. Mənim bir yaş həddi olmalıdır. 100%. Qulaq ası. Bəlkə çağbığın dalın yuxarıda da eləyək. Yo, Namidər, yorğunam mən. Yatmaq istəyirəm. Heç onda sən dincəl, mən özüm bunu davam edeyim, hə? Necə istəyirsən? Gəldi ya. Yan. Yo. Namidər, yaxşısan? Us. Nə oldu sənə? Hesad olmadı. Gələndə yolda o nar soku sıxmayırlar, belənçi. Onlardan gördüm, aldım 2 butulka içdim onlardan. 100% təzyiqimi saldı aşağı. Namidər, nar sokunda heç bir problem yoxdur. Problem odur ki, sənin 45 yaşın var. Demirsən ölüb eləyərsən burada? Mənim sözümü mənə qaytarırsan. Başa düşmədim. Təcili yardım çağırım sənə. Lazım deyil, təcili yardıma ehtiyac yoxdur. Mən bilirəm də təcili yardım gələcək, bu boyda spesifik yazacaq. Ara yerdə 50 manat, 100 manat pulum gedəcək. Yox, mən bilirəm, mənə bir dənə dəymə. Nə bir dənə əski kimi bir şey olsa, elə bunun özü ilə. Başımı sıxıram, sabahacan yatıram, mən düzəlirəm. Namidər, yox. Burada yatma. Sağal sabahlarım gələrsən, işdə görüşərik. Burada yatım da, burada. Yox da dedim. Sabah işdə görüşərik. Yatmayın burada. Yox, Ponçik, get evində öyle beləyərsən bir də, get orada öyle. Benzinim də azim. Heç nə təm. Gecə vaxtı zapravkalar işləyir, işləyir. Həriyə bir eval özünə qalmağa yer olmasın, zülüm bu deyil. Yıxıb məni. Pinjama da gəlib, gic. Mənə də rast gələn ancaq beləsi olur. Çayım qaldı. Bir defa Hollywood'da, bir defa Hollywood'da. Gəl. Salam Namidar. Çağırmısan bizi? Çağırmışam. Dayan dur. Səndən xeyli şikayət var. Buna görə səni işdən azad eləyirəm. İnciməli də bir şey yoxdur. Azadsan işdən. Axır ki işə yaradı. Nə işə yaradı ha? Heç müəllim, elə belə səsli düşündüm. Axır bildin də, səndən şikayət var. Başa düşmədim. Kim şikayət edib? İndi o bilmirəm kim şikayət edib. Anonim şikayətlərdir. Ay, xahiş edirəm, anamı bura qatma gələn. Anonim bura qatmıram. Deyirəm ki, anonim şikayətlərdir. Yəni biz bilmirik onları kim yazıb atıb.
Yəni amma şikayət var sənin haqqında. Ona görə də bax sən azad olunursan işdən. Sən eləmisən hə bu gizli şikayəti? Ona görə deyirdin, işə yaradı. Yox. Ötəllim, bir daha dayan. Mənə indi çatdı. Deməli, ona görə sən bir həftədir mənim başımı xarab eləyirsən ki, ərizə və şikayətlər qutusuna bax, gör nə var onun içində. Hə, indi çatdı mən. Yox. Hə, deməli qutuda ilan varmış. Hə? Bəs onda mən səndən şikayət eləsəm nə olacaq? Məndən? Məndən kimə şikayət eləyərsən sən? Kimə? Hə. Bacım Sonya. Sofi. Deyən görüm bacım hardadır. Ha, dayan dur. Ha, dayan dayan görüm. da. Al o telefonu. Və lütfən. Dayan dur. Uşaqlıq eləmə. Telefonu saxla, söz deyirəm. İlk növbədə sən mənim əziz qaynımsan. İşi qoyuram qırağa. İkinci növbədə sən bizim əməkdaşımızsan və əzizimizsən. Biz qərarlaşdırdıq ki, səninlə biz zarafat eləyək. O da niyə? Mən boş-boşuna zarafat eləyən adam deyirəm. Sən əsəbləri yoxlamaq istəyirdik, görək nervin üzzədir, altdadır. O bizə bəlli oldu ki, sən əməlli başlı nevrozsan. Beləncə olmaz, səhhət və ziyandır. Olmaz. Bizim İdris də belə idi. Bax, mən ona bir nevropatoloq verdim, getdi düzəltdi o. Sən bir nevropatoloq nömrəsi deyirəm, yaz. Yaz. Deyən görüm, mənə həkim zad lazım deyir. Növün? Səninlə bir şərtlə barışa bilərəm. Nə şərtlə? Atam, denə. Sən qırda olmayanda, müdür qoy özüm olum. Ol dənə. Sən kim nə deyir? Mən də elə istəyərəm, mən buradan çıxdım, sən gəlib oturasan burada. Yenə bilərəm ki, kreslom istidir. Qaydanda kojat bu, bildin? Qaydanda isti yerdə oturur. Ol, nə olar? Yaxşı, nə vaxt gedirsən işdən? Hələ bilmirəm, neçin ki? Deyirəm sən gedən kimi müdür özüm olacam axı. Hə. Elə birinci, bax bu var ha, ün işlərdən deyəcək. Yaxşı dayı. Kimi? Mən deyirsən? Sən nəyə gülürsən? Hə, sənə deyirəm. Başından böyük danışma. Elə sən boyda danışsam, mənə bəs eləyir. Yaxşı, dayandır. Yaxşı da biz bu üçümüzün arasında olan eləməyəcək. Üçümüzün arasında olan zarafat idi. Adam uşağa kin saxlamaz. Dayandır, mən var. Uşaqla uşaqlıq eləməzlər. Yaxşı? Gəl, biz gedək. Mütəllim. De biz gedək. Otur burada. Otur orada. İstidir ora. Hə, gəl. Yaxşı mütəllim, yaxşı. O anonimlərin pikini sənə yazım, sən də baxarsan. Az orada çay gətirin ben. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Bunlar yeni gələn konteyner mallarımızdır. Karabkalardır, motor valları, bloklar, hamısı səliqəli şəkildə yığılıbdır yerlərinə. Ay sağ ol. Hər modelə uyğun da var. Ay sağ ol. Bax, adam ürəyi açır. Bəli, Bax, belə səliqə səhman görəndə doğrudan yapsın. Düzdürmü? bəli, bəli. Həmişə belə səliqəli olur. Bax, yox, yığılmışsa ortaqda qalıb onlar. Bunlar da yeni modellərə əsasən gəlib. Çeşidlənir, bir-bir yerinə yığılacaq səliqəli şəkildə. Mən də istədiyim odur ki, müştəri gələndə, bax, səliqə səhman görsün, ürəyi açılsın, hoşuna gəlsin. Oldu mu? Salam. Sağ olun, xoş gəldiniz. Mənə Range Rover üçün benzin nasos lazımdır. Hansı marka, neçənci? 2020. Tamam, mən sizin maşınıza uyğun benzin nasos gətirərəm. Xanım, sizin maşın gedəndə sönürdü, yoxsa dayananda? Bəzən dayananda da sönür, gedəndə də. Deməli belə, xanım, siz maşını aparırsınız 50 qəplik mövqeyə. Maşının benzin bakının altından şrankı çıxardırsınız, pistoletlə düz onun içinə naporla su vurursunuz, yuyursunuz. 50 qəpiklik moyka, Hə də, 50 qəpik istəyirsən 50 qəpik verim. benzin bakına su vurmaq olar ki. Hə də, mənim də başıma gəlib. Elə olanda düzəlir. Amma siz bir dənə su ilə yoxlayın, olmasa yenə də gedib alarsınız. Xanım, buyurun, bu da sizin maşın modelinə uyğun benzin nasos.
Qoy qalsın, gedim bir şey var, onu sınayım gələcəm. Yaxşı, necə istəyirsən? Ay mütəllim müəllim, müştəriyə nə dedi, çıxdı getdi. Əsas müştəri qazanmaq deyil, əsas insan qazanmaqdır. Ay mütəllim müəllim, vallahi yıxılasız oradan. Xahiş edirəm düşün aşağı. Ha, sən məndən işin yoxdur, ged ikinə məşğul ol. Özün bilərsən. Hanı o buradakı balaca kişi? Kimi deyirsiz xanım? Bəyəxki o balaca kişi. Mənə bayaq deyir, get benzin bakını 50 qəpiklik moykada yu düzələcək. Mən də qulaq asmışam o balaca kişiyə gedib yumuşam, maşının motoru dağıldı. Kimi deyirsiz xanım? Nə bilim, o bayaq balaca bir kişi var idi o. De burada. Ata! Ay ata, gəl mənə apar da. Ay ata, dərslərimi çatdırmalıyam, tez elə. Bip 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 bip. Mən də elə bilirdim bu böyük kişidir, bu balaca uşağıymış ki. Ay xanım, siz bu uşağın sözünə niyə qulaq asırsınız? Siz gətirin maşını bura. Nə problem var mühərrikində? Biz onu qarşılayacağıq. Yaxşı, sağ olun. Yenə neynəmsən sən? Amma zor vəziyyətdən çıxdım ha. Nəyə zor dedim, mühərrikin bütün ehtiyat hissələrini biz özümüz qarşılayacaq. Nə üstümə bozarsan, hə? Elə bilirsən eşitmədim, o nə idi? Uşaq. Hə? Mütəllim müəllim, mən onu vəziyyətdən çıxmağa görə dedim. Uşaq sözü xətrinizə dəyib. Hə, uşaq olanda problem deyil, onun yanında uşaq da olanda. Hə, onda adam çesinə dəyir, şəxsiyyətinə toxunur. Başa düşdün? Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Namidar, Hə, sənin bir xəbərim var. Bilmirəm pisliyə yaxşı. onsuz bütün xəbərlər belədir də. Birinə görə pisdir, birinə görə yaxşıdır. Əsas odur de görüm, mənə görə nətərdir bu xəbər. Sənə görə pis. Mən bu kresloda oturandan hələ görmədim ki, kimsə bu qapıdan girsin içəri, gəlsin mənə xoş bir xəbər desin. Ancaq belə pis xəbər yox. Nə olub? Mamam zəng eləmişdi. Mənə elçi gəlir. Mamun sənə elçi gəlir, elə şey olur. Yox. Mamam mənə elçi gəlmir. Hı. Mənə elçi gəlirlər. Özü də imkanlı ailədəndir. Qutar Allah ne? Ya məndən imkanlı olub nağa aracaqsə, samolyot alacaqsə qara rəydə. Məsələ imkan deyil axı. Hə, nədir belə? Nə, məsələ nədir? Mən mamama nə deyim? Denən sevdiyim var da. Sevdiyim var söylə, onun nə var deməcək? Sevdiyim var. Özü də ailəlidir axı. Orasını demə də. Vacibdir, axıra qədər taksan halini danışasan. Nə oldu eləməyə çatanda hamı düz danışan olur. Belə orada burada amma nə istəyir danışır. Yaxşı, yaxşı. Sən deyən olsun. Zəng eləyim mamama. Alo, mama, eşidirsən? Mən istəmirəm, elçi gəlməsinlər. İstəmirəm də. Özdəki mənim istədiyim adam var. Hə. Nə? Hardasan? Necə yəni? Mən istədiyim yerdə? Hə, yaxşı, yaxşı. Gözlə. Namidar, mamam burdadır. Harada buradadır? Burada, restoranda. Deyim gündüzə yola salsınlar da, bura nəyə gəlir o? Qunduz, orada bir Afa? Nami? Necəsən? Çox sağ ol balam. Çox sağ olun xanım. Siz necəsiz? Mamundur? Hə, mamamdır. Tanırsınız siz? Aha, tanış. Sənin rəhmətli atandan əvvəl biz sevgiliydik. Amma sonra nəsə alınmadı, ayrıldıq. Deməli, Namidar sənin müdüründür. Çox sevindim.
Çox sevindim. Neyse, o illəri çox da xatırlamayaq. Uşaq var burada. Bizdə də bir uşaqlıq olub keçib. Baxır kim işini keçib. Hə, qızım, gəlmişəm. Gedək mənə göstər, görüm sevgilin kimdir. Sevgilisi var onun. Kimdir sənin sevgilin? Mənə də maraqlı deyil, kimdir? Bu işte olur bütün günü akıllı başlı kızı işi görür. Mən elə bir hala rast gəlməmişəm bu müəssisədə. Mama, heç bilmirəm necə deyim. Yo, deyə bilmir deməsin. Kime bizim nəyimizə lazımdır xanım? Azuz Afakanım, bağışlayın. Mən bilmirəm ki, ölmürəm ki, deməsin. Heç demə. Vacib deyil. Namiyə, necə yəni mən bilməliyəm axı. Anasıyam, haqqımdır. Anası sansa, onda hesab. O kadınsal məsələdir. Mən qarışanmərəm. Buyurun. Mama, mənim sevdiyim adam Namidarın oğludur. Ay nə gözəl oldu. Oy mən necə sevindim. Nami, nə yaxşı oldu. Zamanında biz bir-birimizə qismət olmadıq. Heç olmasa balalarımız bir-birinə qismət olub xoşbəxt yaşasınlar. 100%. Bir də görüm Kamandar Posta 5-ci dərsdən çıxıb çıxmayıb. Gəlsin üzbəüz danışsınlar da özləri, hə? Burada şofrə zəng eləyim. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Buradan özümü tuturam, Hollywoodun işçisi, məşhur quldur, arvad kimi ara qatan, şərxata, hacir, dayandır Ağabala oğluna. Gözümün qabağında müdürümüz Namidar müəllimin maşınının motorunu, sepini oğurlamısan. Oğurlamısan, sən oğrusan, oğru. Mənim cibimdə olan 500 manatımı zorla mənim tutub əlimdən alıb 100 manatını vermirsən o Gündüzə, özün kimi quldur Gündüzə. 400 manatını da vermirsən Aynurla Sofiyə. İndi canın çıxsın, get kilitsə gir, mənim 500 manatımı qaytar. Eşitdin? Oğru, quldur. Hələ bu azmış kimi. Restoranın bu sanasında saxladığım ördəklərimi oğuramsan, oğru, quldur, silikon dodaq dayandır. Öl boynumu yerə soğum. İndi səni zarın verişinə gətirdirim, sən də gör. Hörmətlə, anonim mütəllim. Bura gəl. Bəli, mütəllim müəllim. Bura gəl görüm. Al bunu. Bəli. Orada olan materialı qoy sosial şəbəkələrə. Qoy dayandır biabır olsun. Canı çıxdı. Canı. Ay mütəllim müəllim, bayaq mən orada iş görəndə çəkdiyim videonu eşidirdim. Doğrudan əgər oğurlayıbsa polisə niyə vermirsiniz? Yox, indi ayrı dərddir də. İndi əvvəl özləri çəkirlər, sonra verilişə çıxarırlar. Ondan sonra polisə gedirlər. Hədə siz də dəblə ayaqlaşan adamsınız da. Dəb demiş. Bax gör orada mənim üzüm görünmədi. Üzünüz düşdü. Düşdü? Bəli. Vay, biabır oldu. O nədir o, anonim, o avtomatik nədir, ona qoymaq olmur. Yox, olmur. Bax vay, biabır oldu. Ay, pilini sil. Yaxşı, silirəm. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Baxdın da o video. Bunun boynun yarısı yerin altındaymış, ha? Bu qaz, ördək, bu nə məsələdir, nəyini oğurlamışıq bunu? Darıxma, qoy o gəlsin bura. Onun başına oynatacağım. Bilsən eləyə də biləm, bura da bilmirəm. Sonra deyəcəklər ki, uşağa baş qoşursan. Sən darıxma, qoy gəlsin bura. Onun başına oynatacağım. Sonra deyirlər ki, uşağa əl qaldırırsan. Sən nə dedin? Aynur'u gördüm, fikrim dağıldı, eşitmədim. Bilsəydim elə sən eşitmirsən, sən ürəyimdə bir-iki yaxşı sözlər var, onları deyərdim sənə. Nətər? Sala, fikrim dağınıqdır. Sən onsuz da məni eşidən dörsən, get yaxınlaş Aynur'a. Dədiyim. Sən onsuz da özün
heç bir işe yarayan adam görsene, özündən bir şey uydur. Belə başqa adam ol da. Başa düşdün? Get. Narahat olma. Bir şey fikirləşmişəm, onu eləyəcəm. Sən get. 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 Alo, salam. Salam. Söhbət edə bilərik. Sən bu məsələləri bitirmək lazımdır. Evlənmək lazımdır. Gündüz, bəsdir də, əl çəkdə məndən görmürsən nə qədər işin var. Nə bekar adamsan, sən nə istəyirsən məndən? Heç nə. Onda tək gedim də, gedim. 100 mini çıxartmalıyam, gedim onu. Nə 100 min? Deməmişəm mən. Yo. Jackpotu partlattım da, dedim o. Doğru. 100 mini çıxardım, hə. Gündüz. Gündüzüm. Getməliyəm, qoy mən gedim. Bir yerdə gedək də. Qoy mən gedim. Yox, mən də gedim səninlə. Gedək. Xalam gili çağırmayacağam. Onlar gələndə nəsilliklə gəlirlər, lazım deyil. Xına yaxdı da istəmirəm. Gündüz, bizim sağdışla solduşumuz var. Üstə ki, saat 2-də rəqsə yazılmışıq, ha, yadından çıxmasın. Nə rəqs? Nə rəqs olacaq Gündüz? Bəylə gəlin rəqsdə. Həm də Rəvan Qarayevi çağırmışam. 3 minə bütün toyu oxuyacaq. Rəvan? Hı. 3 minə? Hı. Bağışlayın, istemeden kulağa şahit oldum. Zamanı elədim, baha görmüşsünüz. Nə bax, güclə rastlamışam ona o qiymətə. Yox, bilirsiniz necə? Zaman bilirəm, tək baha gəlir. Amma atasında görsüdür. Mən onu 800-ə gətirə bilərdim. Sən Allah uzaq elə onu. Bir suyu da sənə oxşayır. Allah ki, əsəb keçirdirəm ona görə də. Hə, buyur. Bu da yaxşılıq. Yaxşılıq bilən deyirsən ki sən. Neysə, mən gedim gəlinliklərə baxım, sən xəbər eləyəcəm, yaxşı? Ya, gözləyəcəm, bitlə. Həm də gedim salonu danışım. Evə tez gələrsən, yaxşı? Yaxşı. Sağ ol. Bəhərə bax, pulun sən gücünə bax. Hər şey həll eləyir də. Ay, nəyə hər şeyi həll edir? Nəyə həll edir? Pul var. Mən neyin edəcəm? Necə ona həqiqətini də açım deyim? Sən ona heç nə demə. Nə qədər bacarırsan, dart. Çətini kəbin kəsirib nicah bağlayana qədərdir. Hər şey düzələcək. Düz deyirsən. Toy mübarək olsun Gündüz. Mübarək olsun. Mübarək olsun. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Neysə, mən bir dənə işçilərə nəzarət eləyim, gəlirəm. Görürsüz Afı xanım? Bax, işində belə məsuliyyətli, ağıllı, tərbiyəli, öz davranışları ilə bütün yaşıtlarından da seçilir və fərqlənir. Mənim qızımdır da. Əlbə, o deyirdim də mən. Ay qız, nə qarsan sən? İş yerimdə buram həm. Nami. Nami. Yox, işdə yox, işdə yox. Deyirəm, nə yaxşı oldu. Qəribə düşdü. Bir də səni heç yana buraxan deyiləm. Yaxşı da uşaqlıq eləmə. O uşaqlıq, cavanlıq idi. Oldu, keçdi, qutardı. Olmadı ki. Yox. Mən onu da bilmirəm. Mənim üçün uşaqlıq da olmayıb. Özüm də əhd eləmişdim ki, bir daha ərə getməyəcəm. Sənə qovuşana qədər. O da əhd eləmişdim, ərə girib yaxları demədim ki, Sofiya, atası, nəsə o belə eləyirdi. O nə idi o kişi? Mən atası dedim də, ərim demədim ki. Bu nətər olar? Sən bu şeylərindən başa canmədim mən. Bir də səbirli ol, səbirli ol. Bir rahat ol. Emri hestadan. Səbirliyəm lan. İndi bax, yeni bir namiyə deyirsən, mən sonra bax. Səbirlə rahat-rahat danış görüm nə olub. Buyur. Bir gün çox içmişdim. Həmişə kimi. Bir adam yaxınlaşdı yanıma. Dedi ki, gəl aparım səni evə. Mən də dedim, evim yoxdur. O da dedi ki, onda aparım səni otelə. Otelə? Hı. Nəyə apardı otelə? Motosikletlə. Motosikletlə. Bu nəsə maraqlı söhbət oxşayır. Danış görün nətər oldu, hə? Nami, məni otelə apara. Yolda o qədər məni döydü.
Başıma vururdu. Sən nə danışırsan ha? Demirsən motosikletlə apardı səni? Motosikletdə bu oturub qabaqda. Sən də oturmusan bunun dalında. Bu sənin nətər dör? Belənçi vurur dala, ya bu eşşəkdir, dala şıllaq atsın belə-belə. Yox, mənə dedi buradan tut. Mən də tuta bilmirəm axı. Ha, dörd birinci dəfədir. O da o qədər döydü məni, döydü ki, heç özümdə olmadım. Həm də içmişdim axı. Sərt adam olub da o da. Bir də 9 aydan sonra ayıldım ki, hamiləyəm. Amma sən bir də şey deyim, momentində ayılmısan. Vaxtında üstünə düşmüsən ha, yoxsa keçirdərdin. Bir abırsılıq olardı. Düz deyirsən, Namil. Bax, elə ona görə də. Sən elə yaxşı düşmüsən mənim əlimə. Bir də səni heç yana buraxan deyiləm. Buna mənim şimdi burada gəlməyim. Yaxşı, gəlin siz elə ana-bala dərdləşin. Laf sən mənim yerimdə otur, əyləşin. Hə, deyirsiniz, nətər kreslodur. Oturun, baxın, özünüz bilin. Mən bir dənə ümumi nəzarət eləyim, gələm. Buyurun, xanım, buyurun, əyləşin. Nə oldu? Qalx özdə oradan. Sən dedim rolu oyna da. Sən uşaq eləyirsən ha. Adı nə idi, yadımdan da çıxdı. Sofi deyə bilərsən. 50 dəfə demişəm. Özə mən sən güclə tapmışam. Düz əməlli apar özünü, Namidarın başını pişir 50 min istə, sonra da yoxa çıx. Neyniyim? Bir anlıq cavanlığım yadıma düşdü də. Yorma da məni. Hələ fikirləşməliyəm, görüm Namidarın həyatında başqa kim olub. Onları da tapın. Məndən başqa kim ola bilər ki? O sən elə gəlir. Arvadı da elə bilir, ondan başqası ola bilməz. Amma görürsən, mən varam. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Sənin bu dəqiqə cəmaata göz ağardan baxdındır. Böyle gözün qaraldıblar ki. Aynura həqiqəti açdım dedim də. Dedim ki, lotereyada heç nə udmamışam. Vallahi Görürəm elə sən sözlə başa düşməmsən, səni əl-qolla başa salıblar. Sən baxsın xarabdır. Belə şeyləri üzbəüz demək olar. Telefonla zəng eləyib deyildin də. Keçən dəfə telefonla danışdım da. Nətər qışqırdısa, 1200 manatlıq telefonum yerə düşdü, qırıldı. Amma bir dənə gözündən yaxşı qutardım. Vay. Köstəbək, bura gəl görüm. Mənə deyirsən ha? Gəbər görüm. Nə oldu şəxsiyyətlər toxundu? Hadi yaxşı. O videonu sil. Silmişəm. Hətta silib də, silib. Amma artıq gecdir. Zarun verişinə çağırıblar. Onda belə elə. Çıxıb orada deyirsən ki, fikirli olmuşam, içkili olmuşam, ağzıma gələni danışmışam. Bax, bunları deməsin, məndən incimə ha. Bildin? Mən sözü deyib, danan kişilərə oxşuyuram. Belə deyəm görüm. Belə oxşamırsan, amma elə özü düşüb var. Yaxşı da qutarım bu söhbətlərdə, yaxşı da. Deyirəm, bəlkə mən hələ özüm çıxıb zarun verişinə. Sən niyə? Çıxıb orada bir sabunlanım da. Başa düşmədim, sən başın xarabdır. Verişə çıxıb niyə sabunlamalısan ki? Özü paltarla. Haqlarımı harda qoruyum? Sabunlanmalıyam da. Mən... Ay bir sabun. Sabunlamaq yox, savunmaq da o. Mən də laf belə başımı itirmişəm, bu savunmaq, sabunlamaq, bu da gəlir belə. Ay, sənlik deyir, eşq belə şeydir. İnsanı ya dəl eləyir, ya da ki, elə zır dəl eləyir. Elə yaxşı. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Salam millət. Millət nədir? Tarkansan sən.
yerin altından çıxırsan. Sən babasan, sabah birisi gün nəvələrinlə oynayasan. İndi salam millət, bunun saçına bax. Mən pop ifaçısıyam. Ruhum cavandır. Sən pop ifaçısı ola bilərsən, ruhun cavan ola bilər. Amma sən üzündəki qırışlara su yığılsa, gölməçə əmələ gələr, ha, bilirsən? Sən mənə məsləhət verməyi səs ver. Ömür boyu mənə xərcə salmaqla məşğulsan da. Mən nətər səs verimsə, hə? Gözlə Eminə yığım deyim də, səs atım versin. Hə, elə yox, SMS göndər yəni. Hə, SMS göndər. Mən sənə nətər göndərim ora? Mən oranın kodunu yadım bilmirəm axı. Bekar qalmısan, sən orada. Kefdə səni, dünya aləmdən xəbərin yoxdur. Buradakı münsiflər bilirsən kimlərdir? Michael Jackson'ın qrupuna düşmüşəm. Dadıyla ölüm qrupuna düşmüsən gazana. Qulaq as, Michael Jackson ora hansı dərisi ilə gəlib? Ağ dərisi ilə, yoxsa qara dərisi ilə? Ağ-qara, şahmat kimi bir vidi var. Oğul, zarafata salma. Oxumaq mənim arzumdur. Arzu olmayanda həyat yoxdur. Arzular insanı ruhlandırır. Sabaha ümidlər yaradır. Düz deyirsən, papa. Məqsədsiz insan əşya kimi bir şeydir. Burada Michael Jackson'un bir sözü yadıma düşdü. Deyirdi ki, We are the world, we are the children. İndi tam dəqiq bilmirəm nədir tərcüməsi, amma ustadım Michael deyibsə, deməli düz söhbətdir. Ömür boyu beləsən də. Biraz gəlirsən, normal danışsan, axırın belənçi baba altın vurursan, görsən. Neysə, çıxışımın vaxtıdır. Heç olmasa hansı kanaldan baxa biləcəksən çıxışıva? O Dünya TV kanalında. O Dünya TV, Allah sizə rəhmət eləsin. Bunların da kanalı var işi. Hər bir kanalı var bu saat. Kim nə istəyir eləyir. Qalmışıq belə. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı bitdi.